Dünyanın bazı ölkələrində Ramazan bayramı dünən qeyd edilsə də, bir çox müsəlman ölkələri bayram namazını bugün səhər saatlarından qılıblar. Allahu Ekber. İranda bayram namazı bugün qılınıb. Paytaxt Tehranda bayram namazından sonra sakinlər qarşısında çıxış edən ali dini lider Ayetullah Əli Xameneyi İsraili Qəzza zolağında soyqırım həyata keçirməkdə itham edərək bütün müsəlman dünyasını Fələstinliləri dəstəkləməyə çağırıb. Amerika prezidenti Fələstinlilərin tərki silah olunmasını tələb edir. Aydın məsələdir ki, Fələstinlilərin İsrailin bu cinayətləri qarşısında özlərini müdafiə edə bilməmələri üçün bunu istəyirlər. Biz isə əksinə deyirik. Bütün dünya, xüsusən də İslam dünyası hər vasitə ilə Fələstin xalqını silahlandırmağa özünə borc bilməlidir. İraqda isə bugün Şiə əhli Ramazan bayramını qeyd edir. Şiələr İraqın sünni əhalisindən bir gün sonra bayram namazını qılıblar. Bağdadın Şiələr məskunlaşan rayonlarının sakinləri İmam Əli məscidinə axışıblar. Məscidə giriş gücləndirilmiş təhlükəsizlik tədbirləri çərçivəsində baş tutub. İraqlılar Qəzza zolağında müsəlman qardaşları üçün dua etdiklərini bildiriblər. Bu arada İsrailin Qəzza zolağına fəal hərbi müdaxiləsinə baxmayaraq, burada da əhali Ramazan bayramını qeyd etməkdən çəkinmir. Ötən gün bir qrup insan raket zərbəsi nəticəsində dağıdılmış Əl-Fəruq məscidi ətrafında toplaşaraq bayram namazı qılıblar. Əksər Asiya və Avropa ölkələrində də Ramazan bayramı davam edir. Pekində minlərlə müsəlman şəhərin ən böyük məscidində dualar edib. Pakistan və Bangladeşdə də bayram namazı bugün qılınıb. Avropa ölkələrindən Norveç, Bolqarıstan və Bosniyada da müsəlmanlar fitrə çıxarıb bayram namazları qılıblar.